Ötən gündən etibarən metroda bank kartları ilə ödəmə sistemi istifadəyə verildi. Müsbət qarşılandı. İctimai nəqliyyatda artıq texnoloji yeniliklərin sayı artır, amma hələ də çatışmazlıqlar var. Narazılıq yaradan əsas nüanslardan biri də məsafəyə görə gediş haqlarının tətbiq edilməməsidir. Bəs bu proses niyə gecikir? Ümumiyyətlə, bu sistem Azərbaycanda tətbiq oluna bilərmi? Daha ətraflı reportajımız var. Hazırda paytaxtda ictimai nəqliyyat vasitələrində gediş haqqı sabitdir. Sərnişin bir dayanacaqda getsə, şəhərin digər başına qədər də səyahət etsə eyni məbləğ ödəyir. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Onlar hesab edirlər ki, məsafədən asılı olmayan sabit ödəniş prinsipi ədalətli deyil. Yaxın məsafə ilə uzaq məsafənin qiyməti eyni olmamalıdır. Ədalətli deyil. Olsaydı ki, tək uzun məsafəyə 60 qəpik gediş daha uyğun olardı. Yəni ki, biz 60 qəpik veririk, bir məsafəyə gedir, amma biz verərdik onu 2-3 məsafəyə. Mən elə onun ucbatından yolun 2 hissəsinə ayaqla gəlirəm. Məsafəyə görə? Məsafəyə görə, hə, yəni bir marşrutdan istifadə eləmək, yoxsa 3 marşrutdan istifadə edəcəm. Bu da mənim maaşıma görə sərf eləmir. Gediş haqqı məncə məsafəyə görə ölçülsə daha yaxşı olar. Dünyanın bir çox ölkələrində bu sistem artıq illərdir ki, uğurla tətbiq olunur. Sərnişin səyahətini giriş və çıxış kart oxuducularla keçirməklə qeyd edir. Ödəniş isə avtomatik şəkildə getdiyi məsafəyə uyğun hesablanır. Mütəxəssislərin fikrincə bu sistemin tətbiqi təkcə sərnişinlər üçün deyil, həm də daşıyıcı şirkətlər üçün mühüm dəyişiklik deməkdir. Bəs bu Azərbaycanda texniki və iqtisadi baxımdan mümkündürmü? Müəyyən addımlar atılmalıdır, hansılar ki, indi ilkin başlanğıcda olaraq İctimai Nəqliyyat Fondunun yaradılması prosesi gedir. Daha sonra dövlətlə daşıyıcı şirkətlər arasında brutto müqaviləsinin imzalanmasının hazırlıqları da prosesi gedir. Bu proseslər tamamlanandan sonra bu haqqda düşünmək olar. Hazırda bu məsələ Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti tərəfindən də araşdırılır. Lakin qurum bildirir ki, məsafəyə əsaslanan ödəniş tarifinin tətbiqi hələlik gündəmdə deyil. Məsafəyə görə qiymət tarifinin tətbiqi bugünün aktual mövzusu deyil. Gələcəkdə planlaşdırılan bir layihə çərçivəsində bunun tətbiqi üçün dünya təcrübəsi araşdırılır, öyrənilir. Bakı Metropolitenin infrastrukturuna uyğunlaşdırılmaq üçün üslublar, yollar araşdırılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, məsafəyə görə diferensial ödənişlərin tətbiqi üçün ilk növbədə nağdsız ödəniş sisteminə tam keçid təmin edilməli və xüsusi infrastruktur qurulmalıdır. Yalnız bundan sonra məsafəyə görə gediş haqqı mexanizminin tətbiqi məsələsinə baxıla bilər.